Ailədə hər kəs özünü İslama nisbət eləyir, ancaq ki, ailədə heç kim namaz qılmır. Ata namaz qılmır, ana namaz qılmır, uşaqlar namaz qılmır, namaz öyrənmirlər. Halbuki bu önəmli bir məsələdir. Yəni, namaz qılmayan böyük günah sahibidir, fasiqdir. Ən yüngül kəlmə alimlər namaz qılmayan barəsində fasiq deyiblər. Yəni, kiçik küfür sahibi deyiblər. Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki: فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ أَضَاعُوا الصَّلَاةَ وَاتَّبَعُوا الشَّهَوَاتِ فَسَوْفَ يَلْقَوْنَ غَيَّ. Deyir ki, onların arxasınca namazı buraxıb şəhvətlərinə uyan bir nəsil gəldi ki, onlar da bu əməlinə görə, yəni namazı buraxdıqlarına görə cəhənnəmin qay dərəsinə gedəcəklər. Yəni, subhanallah, burada ümumiyyətlə namaz qılmayandan söhbət getmir. Yəni, namaz qılırlar, amma namazını zay edirlər. Bu ayədə də Allah Subhanahu taala deyir ki, onlar da bu əməlinə görə cəhənnəmin qay dərəsinə gedəcəklər. Namaz qılmayanın halı necə olacaq o zaman? Namaz qılmayanın hökmü barəsində təbii ki, alimlər ixtilaf edirlər. Bu ixtilaf hamımız bilirik. Namaz qılmayanın hökmü barəsində 3 dənə rəy var, məşhur olan. Birinci rəy odur ki, bir qrup alimlər ümumiyyətlə namaz qılmayanı mütləq olaraq təkfir edib, yəni kafir görüblər. Burada namaz qılmayan deyəndə kim nəzərdə tutulur? Yəni, namazı inkar edən nəzərdə tutulmur. Namazı inkar edib qılmayan zaten kafirdir. Yəni, bir kəs deyirsə ki, namaz önəmli deyil, namaz qılmaq vacib deyil, namazın vacibliyini inkar edir, bu adam kafirdir. İxtilaf bunda deyil. İxtilaf o kəsdədir ki, bu adam tövhidi var, kəlmə-i şəhadəti var və namazın da fərzliyini qəbul edir və deyir ki, inşallah qılaram, Allah hidayət versin və s. Yəni, bu adam namazı qəbul edir. İxtilaf bundadır ki, bu müsəlmandır, yoxsa müsəlman deyil. Bir qrup alimlərə görə bu da müsəlman deyil, kafirdir. Bir qrup alimlərə görə isə, ikinci rəyə görə də, əgər ömründə bir dəfə də olsa namaz qılıbsa, yəni kafir deyil, müsəlmandır. Və başqa üçüncü rəyə görə, üçüncü məşhur rəyə görə, ümumiyyətlə tövhidi varsa, kəlmə-i şəhadəti varsa, ömründə namaz qılmayıbsa da belə, yenə müsəlmandır. Yəni, yenə təkfir olunmur, ancaq ki, böyük günah sahibidir. Yəni, o hal üzrə ölərsə, təhlükəli bir haldır.